təziyə dualarını götürürdük. Onlardan birini götürdük. Növbəti dua Əzamallahu əcrak və əhsənə azak və qafara li meyyitik. Allah sənin mükafatını böyük etsin, sənə gözəl təskinlik versin və ölmüş adamını bağışlasın. Və bundan öncəki dua sünnədə gəlib. Bunu isə elm əhlindən bəziləri zikr edib. Peyğəmbər sallallahu aleyhi və səlləmdən nəql olunmuyub və fəqihlər bu barədə müəyyən ifadələri zikr edirlər və hər hansı bir təsəllinin hasil olacağı, yəni bir zikrin, duanın deyilməsində bir problem yoxdur. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləmdən varid olan isə şək yoxdur ki, daha kamildir. Lakin insan özü tərəfindən də müəyyən təsəlli verəcək, yəni sözləri deməsi də icazəlidir. Yəni o hala münasib olan. Və bundan sonra növbəti bölümü gətirir. Əd-duau ində idxalil meyyitil qabr. Ölünü qəbrə daxil edərkən edilən dua, yəni cənazəni qəbrə qoyarkən edilən dua. Bismillah və alə sünnəti Rasulillah. Bismillah və alə sünnəti Rasulillah. Allahın adıyla və Rasulullahın sünnəsi üzrə. Bu hədis olaraq İbn Umar radiyallahu anhumədən rivayət olunur. Ənnən Nəbiyyə sallallahu aleyhi və alihi və səlləm kənə idə vada'al meyyitə fil qabri qalə bismillah və alə sünnəti Rasulillah. İbn Umar radiyallahu anhümə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm cənazəni, ölünü qəbrə qoyduğu zaman bismillah və alə milləti Rasulillah, alə sünnəti Rasulillah deyərdi. Yəni Allahın adıyla və Rasulullahın sünnəti üzərində. İbn Umar radiyallahu anhumadan həmçinin digər rivayətdə gəlir ki, Ənə Nəbiyyə sallallahu aleyhi və səlləm kənə idə ədxələl meyyitəl qabr idə vada'al meyyit fi ləhdihi. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm ölünü qəbrə qoyduğu zaman, ləhdə qoyduğu zaman deyərdi Bismillah və billah. Bismillah və billah və alə milləti Rasulillah. Digər ləfzdə isə Bismillah və billah və alə sünnəti Rasulillah. Və bu hədislər də həmçinin Abu Davudda, Tirmizdə, İbn Məcədə keçir və Abu Davud bu barədə susmuşdur. Və Abu Davud rahimehullah susması onun yararlı olmasına dəlalət edir. Və həmçinin bu hədisi səhihləşdirənlərdən də Suyuti, Əhməd Şakir və həmçinin Şeyx Nasirəddin Əlbani rahimehullahdır. Və digərləri həmçinin. Və bu rəvayətlər bir-birini izah edir. Və burada keçən qəbrə qoyulduğu zaman, ölünü qəbrə qoyulduğu zaman səs var. Bədu idxal cənazə. Yəni cənazəni qoyma, yəni qoyulduqdan sonra yox, yəni qəbrə cənazəni salladıqları zaman. Digər rivayətdə gəlir, kənə idə udxiləl meyyit əl-qabr vudi'al meyyit fil-qabr və udxilə beynəhumə muqar və ləkin rivayə أخرى إذا وضع الميت في لحد فهذا يدل على أن المقصود بالوضع هنا والإدخال في القبر أنه حينما يوضع في اللحد. Deməli burada əsasən yəni qəbrə salladıqları zaman və digər rivayətdə isə ləhdə qoyulduğu zaman. Və illəm yekun ləhd fəkəmə huvə şən fil məqabr huna fəl-ard la təhtamil an yulhad fil qabr. Fəinnəhu izə vudi'a fi mawdi fəəlləzi yekunu fihi fil qabr. Əgər ləhd yoxdursa, məsələn, bəzi torpaqlarda, yəni ləhd, yəni qəbir qazıldıqdan sonra,
yəni qiblə tərəfdən, içərdən də yəni yarılır və buna ləh deyilir. Bəzi torpaqlar yumşaq olduğuna görə orada ləhdin qazılması olmur, mümkün olmur və sadəcə ortaya qoyulur və onda da həmçinin deyilir Bismillah və alə milləti Rasulillah av alə sünnəti Rasulillah. Deməli, bu ləfzlər gəlmişdir. Fəryumkinə bir əkməl, bunların içərisində daha kamil olan, yəni Bismillah və billah deyərək. Bismillah və billah və alə milləti Rasulillah və ya da alə sünnəti Rasulillah. Yəni Bismillah Allahın adıyla və billah isə yardım istəyərək. Billah Allahdan yardım istəyərək. Yəni elə bir ki, insan deyir ki, Əda'uhu Bismillah. Yəni bunu cənazəni qəbrə qoyuram Allahın adıyla. Yumkinən yəkunəl murad kəmə qalə bə'du əhli elm və ola bilər ki, buna nəzərdə tutulan elm əhlinin bəzilərinin deyildiyi kimi İsmullah və sünnətur Rasul zədən ləhu, yəni Allahın adı və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi ona bir azuqə olsun deyə. Lakin daha yaxın olan, doğrusunu Allah bilir, yəni nəzərdə tutulan ada'uhu, yəni mən o cənazəni qəbrə qoyuram, daxil edirəm Allahın adıyla və yaxud da Allahdan yardım istəyərək. Billah ya ola bilər ki, mənalarına Allahın əmri ilə, hökmü ilə, yardımı ilə. Və alə milləti Rasulillah, yəni şəriəti, dini üzərində. Və digər rəvayətdə isə alə sünnəti, sünnədə həmçinin tariqa, yəni yolu üzərində. Və hiyə şəriətuhu ləti cəə bihə min indi Rabbi, yəni və o şəriətdən hansı ki, Rəbbi tərəfindən gəlmişdir. Yəni bu mənalar hamısı bir-birinə yaxındır. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm yəni cənazəni qəbrə qoyduğu zaman bunu deyərdi. Və həmçinin bəzi rəvayətlərdə əmr gəlmişdir. Bu həm əməli, praktiki sünnədir və həmçinin söz baxımından olan da sünnədir. Bəzi rəvayətlərdə gəlir ki, İdə vada'tum məvtəkum fil qubur fəqulu. Yəni ölülərinizi, cənazələri qəbrə qoyduğunuz zaman deyin. Yəni bu da əmirdir. Və biz də Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsi üzərində yaşayır, onun üzərində ölür və qəbrə də onun sünnəsi üzərində, şəriəti üzərində də qoyuluruq. Və buna görə də gərək mömin buna həris olsun, yəni onun həyatı Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsi, şəriəti üzərində, dini üzərində olsun və onun üzərində ölməyə çalışsın. Necə ki, qəbrə də onun sünnəsi üzərində qoyulur. Və sonra da qiyamət günü dirildiyi zaman onun bu din üzərində dirilsin. Və bu hədisin faydalarını da götürək inşallah. Bu hədisin faydalarından Məşru'iyyətu qavli hədə zikr ində idxal el-muslim el-meyyit. Ölünü qəbrə daxil edildiyi zaman, ölünü, cənazəni qəbrə daxil etdikləri zaman bu sözü deməyin məşru olması, buyurulması Bismillah və alə sünnəti Rasulillah və yaxud Bismillah və billah və alə milləti Rasulillah və yaxud Bismillah və alə milləti Rasulillah. Və həmçinin faydalardan yudxal el-meyyit min indi ricleyil qabr. Ölü qəbrə ayaq tərəfdən daxil edilir. Yəni cənazəni qəbrə salladıqları zaman ayaq tərəfdən daxil edilir. Yudxal ra'suhu səllən fil qabr. Yəni baş birinci daxil edilir. Və əfsəl olan da budur. Necə ki, bu Abdullah ibn Zeyd radiyallahu anh'ın hədisində sabit olmuşdur. İbn Əbi Şeybənin Musannaf əsərində keçir. Deyir ki, Həddətən Abdül'ala an Xalid an İbn Sirin qalə kuntu ma Ənəs fi cənazə. Ənəs radiyallahu anhu ilə bərabər bir cənazədə idim. Fəəmara bil meyyiti fəsullə min qibəli ricleyhi və əmr elədi ki, ölü cənazə ayaq tərəfindən qəbrə sallanılsın. Yəni daxil edilsin. Birinci baş daxil edilir, sonra ayaqları.
Və həmçinin faydalardan Ənəs ibn Malik radiyallahu anhudan gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yudxal meyt min qibel ricil və yüsəllu səllə. Yəni, bu da həmçinin hədis olaraq dəlil gətirilir ki, yəni ölü cənazə ayaq tərəfdən daxil edilir. Ayaq tərəfdən. Yəni birinci başı qəbrə daxil edilir. Həmçinin faydalardan Əbu Səid deyir ki, ənə Rasulullah sallallahu aleyhi və səlləm əxədə min qibəli qiblə və istəqbələ istiqbələ. Bu hədisin zəifdir. Sonra digər hədisdə isə Ümeyr ibn Sa'd ənə Aliyyən kəbbər alə Yezid ibn Mükəffəf arba'an. Yəni Əli radiyallahu anhu Yezid ibn Mükəffəfə 4 təkbir gətirilir. Və ədxələhu min qibəli qiblə və qiblə tərəfdən onu daxil edir. Və Şeyx İbn Baz rahimehullah buyurur ki, yubeyyun ənə sünnə fi idxal meyt əl-qabr ənə yusal min qibel ricliyə qabr. Yəni sünnə olan odur ki, cənazə ayaq tərəfdən qəbrə daxil edilir. Və sonra buyurur ki, hədə əhsənu mə varadə fi dəlik. Yəni bu barədə varid olanların ən gözəli, ən yaxşısı elə budur. Yəni onlardan biri qiblə tərəfdən, digəri isə ayaq tərəfdən daxil edilməsi və ən yaxşı olan da elə budur buyurur. Və həmçinin faydalardan əl-fərqu beynəl ləhdi və şaq. Ləhd ilə şaq arasında olan fərq. Ləhd nədir? Ləhd huvə ən yuhfara fi qa'il qabri hufra min cihətil qibrə. Yəni qiblə tərəfdən də yenə qəbrin içindən qazılmasıdır ki, yəni cənazənin ora qoyulması üçün və buna ləhd deyilir. Çünki maili olduğuna görə və şaq isə qəbrin ortasından bir də qazılmasına deyilir şaq. Ləhd daha əfsəldir. Əgər torpaq bərkdirsə, mümkündürsə bunu etmək, yəni uçmayacaqsa, onda ləhd qazılması daha əfsəldir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əl-ləhdu lənə və şəqqu li qeyrinə. Ləhd bizim üçündür və şəq isə bizdən qeyirləri üçündür. Amma mümkün olmazsa, onda sözsüz ki, şaq da icazəlidir. Və həmçinin faydalardan ləhd, qəbir qazarkən ləhd qazmağın müstəhəb olması və həmçinin kərpiçlərin dikinə qoyulması, necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında belə edilərdi, sahabələrin ittifaqına görə. Hətta kərpiçlərin sayını belə deyirlər ki, 9 kərpiç qoyulardı. Və Azim Əbədi deyir ki, və əcmə'l uləmə alə ənə dəfnə fil-ləhdi və şəqqi caizən. Yəni, alimlər ittifaq ediblər ki, həm ləhd və həmçinin şaqda bastırılması icazəli, ikisi də icazəlidir. Lakin inkənət ardu sulbə ləyən həru turaba. Əgər torpaq möhkəmdirsə, uçmursa, onda ləhd qazılması daha əfsəldir. Yox, əgər yumuşaqdırsa, onda şaq əfdal, yəni qəbrin ortasından qazılması bu daha əfsəldir.